Xalq arasında belə bir deyim var: İlanın ağına da lənət, qarasına da lənət. Bu ilanların zəhərli olmağı ilə bağlıdır. Lakin dünyada bütün ilan növləri zəhərli deyil. Belə ki, məlum olan 3500-ə qədər ilan növlərindən cəmi 600-ə qədəri zəhərlidir. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Zoologiyanın ilanlardan bəhs edən sahəsi herpetologiya adlanır. Ümumiyyətlə, dünyada olan ilanların bəziləri öz ölçülərinə görə də insan üçün təhlükəlidir. Belə ki, əsasən Cənubi Amerikada məskunlaşan anakonda ilanının uzunluğu 10 metrdən də çox ola bilər. Həmçinin tropik iqlim qurşaqlarında və Asiyada yaşayan piton ilanının da uzunluğu 7 metrə qədər arta bilər. Bu ilanlar öz əzələ gücü ilə şikarını ovlayır. Həmçinin dünyada digər canlılar da vardır ki, onların zəhəri də insan üçün olduqca böyük mənfi təsirə malikdir. İlanların zəhəri əsasən 3 mexanizm üzrə insana təsir göstərir. Bu zəhərlər neurotoksik, miotoksik və hemotoksik olmaqla bölünür. Neurotoksik ilan zəhərləri sinir sistemini iflic etməklə insana mənfi təsir göstərə bilər. Miotoksik zəhərli ilanların zəhəri isə əzələ gücünü iflic etməklə insanın həyatını sonlandıra bilər. Və nəhayət, hemotoksik ilan növlərinin zəhəri isə qanı tərkibinə mənfi təsir göstərir, onu laxtalandırır və insana həyatına son verə bilər. Dünyada ən zəhərli ilan növü Avstraliyada yaşayan taypan ilan növüdür. Bu ilanın bir doz zəhəri 100-ə qədər insanın həyatını sonlandıra bilər. Həmçinin Asiyada məskunlaşan kral kobrasının da zəhəri 20-yə qədər insanın həyatına sonlanmasına bəs edir. Azərbaycanda Sovet dövründə ilan zəhəri əldə etmək üçün Zirədə herpetoloji mərkəz fəaliyyət göstərmişdir. Hal-hazırda isə bu mərkəz fəaliyyətini dayandırmışdır. Məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.